Cinayət Məcəlləsinin 120.2 nöqtəsi. Fikrim olsa da, mən o burada... Digər iş materialları ilə tam sübut edilir. ...2022-ci il yanvarın 4-də Şıxlinski küçəsi ev 51 mənzil 27-də yaşayan Orxan Əliyev qısqancılıq zəminində bıçaq və baltadan istifadə etməklə həyat yoldaşı 1991-ci il təvəllüdlü Nahidə Əliyevanın başını və qollarını bədənindən ayırıb. Ağır cinayəti törədən şəxs həmin gün Xətai rayon 35-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Məlum olub ki, qətlə yetirilən qadın əvvəllər özəl televiziya şirkətlərindən birində çalışıb. 2022-ci il yanvarın 4-də Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edən qadın, qardaşı Orxan Əliyevin yaşadığı evdə həyat yoldaşını qətlə yetirməsi barədə məlumat verib. Xətai rayon 35-ci polis bölməsinin əməkdaşları General Şıxlinski küçəsi 51 mənzil 27-də hamam otağında başı bədənindən ayrılmış qadın meyidi aşkar ediblər. Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən prokurorluq əməkdaşları tərəfindən məhkəmə tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyidə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Ailə üzvləri cinayəti törədən şəxsin polisə təslim olmaq adı ilə mənzildən çıxdığını bildirsələr də, o bölməyə gəlməyib. Buna görə onun axtarışına başlanılıb. Həmin gün 1987-ci il təvəllüdlü Orxan Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə tibbi ekspertizasının rəyinə görə Nahidə Əliyevanın ölümünə travmatik şokla müşahidə olunan, həyatla bir araya sığmayan politravma fonunda başın gövdədən tam kəsilərək ayrılması səbəb olub. İstintaqla müəyyən edilib ki, yanvarın 4-ü saat 13 radələrində Orxan Əliyev yaşadığı mənzildə aralarında yaranan mübahisə zamanı qısqanclıq zəminində həyat yoldaşı Nahidə Əliyevanı öldürmək qərarına gəlib. Üz nahiyəsinə yumruqla 2 dəfə zərbə vurandan sonra saçından tutub qadını sürüyərək hamam otağına aparıb. İsrarla kəlmə-i şəhadət söylədib, mənzildə olan mətbəx bıçağından və baltadan istifadə edərək onun başını kəsib. Şiddətli ağrılarla işgəncə verərək arvadını xüsusi amansızlıqla qəsdən həyatdan məhrum edib. Öldürdükdən sonra onu soyunduraraq həmin kəsici və çapıcı alətlərlə meyidi müxtəlif hissələrə bölüb. İş üzrə dindirilmiş Orxan Əliyev bildirib ki, 2015-ci ildə doğma bibisi qızı Nahidə Əliyeva ilə ailə həyatı qurub, nikahdan bir övladları dünyaya gəlib. Evlənəndən sonra yoldaşı, qızı və anası ilə Şıxlinski küçəsi 51 ünvanında yaşayıb. Son illər Nahidənin ona yalan danışmasından, həmçinin mobil telefonu vasitəsilə onu izləməsindən şübhələnməyə başlayıb. Qadının kiminlə danışmasını və ya yazışmasını görməyib. Bununla bağlı aralarında tez-tez mübahisələr yaranıb. Axırıncı dəfə 2021-ci il dekabrın 5-də növbəti mübahisədən sonra arvadı uşağı götürüb Füzuli rayonuna valideynlərinin yaşadığı evə gedib və orada qalıb. 2022-ci il yanvarın 3-də Nahidəni və övladını evə gətirmək üçün taksi ilə Füzuliyə qaynatası ilə yollanıb. Səhərsi gün yoldaşı və uşağı ilə Bakıya qayıdıb. Saat 12 radələrində evlərinə çatıblar. Bir qədər keçdikdən sonra o anasına nəvəsini götürüb bacısı ilə getməsini bildirib. Mənzildə yoldaşı ilə tək qalıb. Bu mənzilə siz yaşayırsınız, bayaq demişsiniz, düzdür? Düzdür. Elə ayın 4-ü, saat təxminən 13 radəndə, ya 14 nə var gəlmiş Füzulidən, yoldaşınla bir yerdə? Bilməm, təxmini günorta. Təxminən deyir. Günorta. Günorta. Gələndə evdə sizdən başqa... Yox idi heç kim.
Yox, anam idi, anam da göndərmişəm gedib ha. Ha, indi gəlmiş. Uşağı vermişəm, göndərmişəm gedib anama. Gedib mənim öz işim var. Öz Yoldaşımla. Aydın. O Uşağın anasıyla. başa düşdü. Ana bir söz deməyibsən, niyə görə mən getməliyəm, yəni uşağla. Hara göndərmişsən misal? Dedim bağçaya apar, bağçaya. Bağçaya. Uşağı bağçaya. Deyir apar bağçaya. Dedim apar bağçaya, oradan özün də get bacım bilər. Anam götürüb uşağı gedib. Düzdür. Sonra nə başlayıb? Sən yoldaşıb hansı otaqda olub? Yataq otağında, qonaq otağında, mətbəxdə. Harda olub? O, yəni podrobnosti hara getdim, o yadımdadır. Başladım, Yəni evimin içidir, mən elə yadımda saxma hansı otaqda yaxınlaşmışam, nətər olub, o yadımdadır. Dəqiq deyə bilməzsən Yox. hansı otaqda? Nahidədən ona kiminlə xəyanət etdiyini soruşduqda, qadın heç kəslə yaxın münasibəti olmadığını deyib. Arvadının xəyanət etdiyini hiss etdiyi üçün onunla çox əsəbi vəziyyətdə danışmağa başlayıb. Nahidəyə düzünü söyləməsini, xəyanəti bağışlamayacağını və bunun cəzasının ölüm olduğunu bildirib. Yoldaşı xəyanət etmədiyinə and içəndə bundan daha da qəzəblənib və yalandan Allaha and içməməyini söyləyib. Ardınca bir neçə dəfə yumruqla üz nahiyəsinə zərbələr vurub. Zərbələrin təsirindən qadın yerə yıxılsa da huşunu itirməyib. Bəs o, sən başladın ondan irad tutmağa. O sənə deyil, amma sən başladın pistlənməyə. Mən o irada ümdən tutmuram. Bəs nə? Sən nə dedin ona? Mən deyirəm ki, smart izləmə nədir? Buna cavab ver. Yəni, smart izləmə nəyə görə? Bunu sənə kim öyrədib? Mən desəm, mən niyə Onun izləyirsən? maraqlı söylür. Kim öyrədib? Nə deyib sənə? Mənə deyib, mən bilmirəm, mən elə şeydən xəbərim yoxdur. Yəni ki... Deyir, mən xəbərim yoxdur, deyir, mən elə şey bilmirəm. And içi? Hə, and içirəm. Yəni mən sənə xəyanət eləmirəm. Yox, mən sənə xəyanət eləmirəm. Təmiz adam, belə çıxır. Və sən nə dedin? Danış da, danış, bir söhbət edir, danış. Kim öyrədib sənə, bunu deyir? Bəli, o yönlə deyir. Yox. Dəqiq sənə deməyib, kim? Yox. Yox. Sən bundan sonra pistlənmirsən, yəni ki, bu yalan danışana görə. Nə oxum? Belə. Mən kimdənsə ad verməliyəmsə, mən ad deyəsi deyirəm. Telefon qırdığım telefonu korobkasıdır. Göstərdim. Mən etdiyim əməldən peşmançılığım, heç bir peşmançılığım yoxdur. Bunu bil. Satqınlıq kişiyə aiddir, xəyanət də qadına aiddir. Sən ona yumruqla vurmuşsan. Yoldaşını. Yumruqla vurmuşsan deyirəm. Üzünə? Mübahisə zamanı sən kisləndin, bu sənə and içir, yox, mən nə bilim, nə, heç ki, mən biləməyib. Yəni ki, sən onu vurmuşsan, vurmamışsın. Hayır, vurmuşam. Sifət nəviyyəsində, yoxsa bədən nəviyyəsində? Bilməm, yadımda deyil, ola bilər, sifətimə də vurmuşam, bilmirəm, yadımda deyil, amma mən vurmamışam. Mən onu belə, yəni belə şiddət, siz deyirsiniz ki, mən onu işgəncə verməmişəm. Yıxılanda hara yıxılır? Bilməm abi, yadımda deyil. Deyirəm, bu dəhlizdə olub, yoxsa başqa ortamdır? Necə? Deyirəm, dəhlizdə olub, burada, yoxsa başqa ortamdır? Bu elementar sualdır. Yadımda deyil. Saçından tutub sürüyə-sürüyə onu hamam otağına aparıb, əyilmiş vəziyyətdə saxlayaraq ona namusuma əl uzatmısan, sənin başını və əllərini kəsəcəyəm, kəlmə-i şəhadətini de, sonra səni öldürüm deyib. Nahidəyə kəlmə-i şəhadəti deməyə məcbur edib və mətbəxdən götürdüyü bıçaqla onun başını kəsib. Başını və qollarını bədənindən ayırmaq üçün eyvandan baltanı götürüb hamama qayıdıb. Nahidə artıq keçinib, onun başını bıçaqla kəsərək bədənindən tam ayırıb. Sonra qollarını kəsmək üçün əynində olan paltarları çıxarıb və onları plastik tasa atıb. Nahidənin başı kəsilmiş meyidini çılpaq vəziyyətdə vannanın içinə uzatıb. Orada bıçaqla onun sağ qolunu çiyin nahiyəsindən kəsib. Baş nahiyəsini su ilə yuyub, salafan torbaya, kəsilmiş sağ qolunu isə tasa qoyub. Yəni mən bıçağı getdim, kukladan götürdüm. Kukladan götürdüm. Səlimdə idi. Yəni mən birinci onu qorxuzmaq məqsədi ilə. Mən sən demək ki, sən bıçağı Yəni danışsın, özür.
bıçağı götürdün. Mətbəx bıçağıdır. Mətbəx bıçağıdır. Bəli, Mətbəxdə istifadə ediyorsun. bəli. Götürdün sonra ne? Dedim ki, baş, yəni sən mənə xəyanət edirsən. Yəni boynuva al da, yəni bunu öz dilinlə Danışdı. danış da. Bıçaq da sənin əlindədir. O qorxur. Yoxsa qorxur. Bir şey sənə deyib demir. Ne yapalım? Ne yapalım? Bir şey sənə deyib demir. Deyib. Ne deyib? Dəftərə deyilsi dəftər. Hani tapdığınız dəftərlər ana. Dəftər. Sənə göstərib bu dəftəri. Necə? Bu dəftəri göstərib sənə. Hansı ki yazı yazır. Göstərib yoxsa göstərib? Göstərib. Bu dəftər haradadır? Nə eləmişsən onu? Dəftər yoxdur evdə. Bilmirəm, evdə deyil, evdə olmalıdır. Evdə olmalı. Yoxdur ki. Sən oxumusan özü. Təbii ki, oxumuşam. Hissləndin, bu dəftər. Sonra nə eləmişsən? Bıçaq əlində. Xəyanətinə görə başını kəsdim. Mənim qeyrətimə, Yox, namusuma el uzatdığına görə apardım hamamda, yəni kəlmə şəhadətində ezdirdim, Gəl bura. başını kəsdim. Gəl bura, mən xamalda bir iki dəfə oldu. Orxan, bax burada sənin bu mənzildə heç bir otağında, heç bir otağında qan yoxdur. Düzdür? Niyə? Niyə? Yəni sən özün bilirsən də, deyinəm də. Niyə yoxdur? Niyə yoxdur? Burada qan yoxdur. Bir şey niyə yoxdur? Niyə görə yoxdur? Çünki bütün o qan məsələsində onu bu burada. Düzdür? Görürəm. Sən bıçağı ya da baltanı, sən mənə deyirsən balta ilə vurmamışsın. Düzdür? Sonra? Ha? Mən Danışma soruşuram. yadımda deyil. Yəni o momenti yadımda deyil o şeylər. Başı sən buradan onu doğramasan yoxsa nəsə? Nə bu? Orxan, nəsə bu? Yəni belə qoymuşsan onu yoxsa? Orada qoymuşam, orada da kesmişəm. Orada qoymuşsan, yəni vanada kəsmişsən başla. Ha? Bəli. Bəli. Yəni, boğazına bıçaqla nətər soxmuşsan? Belə nətər? Göstər ki. Yadımda deyil. Hə? Yadımda deyil. Yanında deyil. Xeyr. Bəs qollarını nətər kəsmişsən? Ümumiyyətlə, niyə görə kəsmişsin qollarını? Qeyrətimə el uzatdığına görə. Bura yığmışsan? Bu balasına stajik ya. Qoymuşam yanına bura. Başqa Yadımda deyil orada qoymuşam. Yəni belə deyib, plasma tayska qoymuşam, yeri qoymuşam, hara qoymuşam, yadımda deyil. Bura. Onun başına sən qurqa qoydun bura, yoxsa hara? Burada olub. Gözləri bağlanır, yoxsa Gözlərlə bağlamışam. Sən bağlamışsan. Birinci zərbə bıçaqla harada vurmuşsan? Nə var? Burada, yoxsa başqa otaqda? Burada. Burada. Harada, ha tərəfdə. Yəni ki, bu belə Bilməm, yadımda deyil. proses sənin yanında. Sən mənə bu proses danış. Sənə lazımdır. Bir var ki, bu adam kuşsuz vəziyyətdə olsun, bir var ki, kuşlu vəziyyət. Bu hansı vəziyyətdə olursa onu bıçaqla vuranda? Soruşuram, cavab ver. Hansı vəziyyətdə bu? Kuşsuz vəziyyətsə, yoxsa kuşlu vəziyyətsə? Kuşlu vəziyyətdə. Kuşlu vəziyyət. Belə durur. Yoxsa belə qoymuşsan, sən lütü daxil. Sən onun paltarı Mən çıxarmışsan. çıxartmışam, paltarını çıxartmışam, qoymuşam, paltarı burada olub. Əlindəki paltar. Paltarı sən onun çıxarında, paltarı. Bu sağ idi hələ, yoxsa meyit idi? Yox, meyit idi. Meyit idi. Paltarı sən çıxarmışsan, bura qoymuşsan. Mən burada olub. Sonra sən meyiti bura qoymuşsan. Meyit oradaydı. İndi başı harada kəsmişsən? Orada. Vannada. Yəni sonra bu duşla da hamısı yumursan. Mən seni yumumamışam. Özünü Özümü yumuşam. Yumursan. Yumuşam. İndi suala cavab. O birinci zərbə. Yəni bunu mən başa düşürəm. Sən həyəcanlı vəziyyətdəsən. Amma bu çox belə diqqət düşür. Birinci zərbə vuranda, sən xuşlu oldu, düzdür.
Vannada sən onu vura bilməzsən, sən burada vurursan. Harda? Ki, mən bilim də, burada nə baş verir. Ona görə kömək elə. Nəsər o? Danış. Mənə baxa-baxa danış. Yadımda deyil. Hə? Dəqiqliyi yadımda deyil. Necə? Yadımda deyil. Yanında deyil. Dəqiqliyini deyirsinizsə, yəni yadımda deyil. Uzanmış vəziyyətdə, yoxsa durmuş vəziyyətdə o? Üzü o tərəfə. Hə? Üzünə baxmamışam. Bax. Üzü danışırdı, yəni belə düzünə baxırdım. Dedim ki, eləyəcəm bəyəm. Düzün deyil. İndi sən onu saçından saxlayırdın qəsdən, yoxsa belə nə? Nətər elə? Yəni bu sağ idi elə. Bu sənə baxırdı. Yox, mən bu sifətinə baxmadım. Sifətə baxma. Yox. Sən ona bir söz demirsən ki, səni öldürürəm ki, Kəlmə işarətinə kimi də dizdirmişəm. Bu nə deyil? Bir söz deyil. Demirdi kəlmə işarətini də demirdi. Tam deyil, yadımda deyil. Yəni mən də əsəbi idim. Əsəb başda olmuşam yəni. Bir dənə sual. Sən əlində nə paltar edirsən? Sənin də Bəli. marka şalvar. Bu şalvar, yoxsa başqa şalvar? Başqa bir Bu deyil. cins var idi. Sonra bunu geyindim, nə belə bir şey. Yadımda da bir bu oldu. Bəs marka? Marka başqa marka idi. Yox idi həndə marka. Ha, marka yox idi. Yox idi həndə marka. Ha, sən gələndə markanı çıxarmışsan. Sən polisə getmişsən markası, təcək. Bir dənə də sual sən verim. Orxan. Mən hər şey başa düşürəm. Xəyanət məsələsi mənə var. Sən onu öldürmüşsən, yəni ki, bilir. Burada dura sən onu bıçağına vurdun, sonra başını oradaydı başı. başı ora atmışsan. Necə? Başını ora atmamışam, üzünü ora tutmuşam. Yəni, tutmuşam zaten baxa-baxa mənə. Demişəm ki, kəlmə işarəti bilirəm də yəni. Yəni sən ona baxmadın. Sən prosta mənə göstərdin. Bu belə vəziyyəti olur. Yadımda deyil o. Yəni ki, sən bunun qolunu kəsəndən, bu ölü bir şey, yoxsa elə sağ idi? Necə? Qolu kəsəndə bu adam ölü. Mən şey deyirəm də, mən həkim deyiləm, ölüb ölməyib, mən qeyrətimi təmizləmişəm. Qeyrətimi uzatdığı əllərini kəsmişəm, qoymuşam yanına. Başını da kəsmişəm, qoymuşam yanına. Onu başa düşdü. Ki, ibrət olsun, heç kimin, yəni bu smart izləmədir, nədir? Niyə insanların həyatına müdaxilə olunmalı? Niyə mənim ailəmin içində girilməlidir? Niyə görməliyəm? Söyüş səbəbi olmadı. Mən söyüşürəm, sən söyüşsən. Olmadı. Bir-birinə hörmət edir. Sən cindar adamsın. Namaz qılırsan. Allah qəlbindəsin. Sən başa söyüşsən. Buradan çıxa da bilərik. Burada dayanmalıyam. Burada dayanmalıyam mən. Orada aboy var idi. Aboyu ben götürmüşəm, şkafın üstündən götürmüşəm aboyu. Niyə? Niyə yemişsin? Yəni ki, çirk zat olmasın. Yəni yuyandan sonra nə edirlər? Yuyandan sonra kəfənləyirlər də, nə edirlər? Nə edeyim? Nə edeyim? Büyüyüb nə edirsən? Mən ona görə soruşam da, ona görə. Ha, bu məqsəd nədir? Evet. Bastırmağı yəni belə deyim, özgür gəlib götürüb, mən onu bastırmaq, yəni mən elədiyimi eləyib qutarıb, sonra gəlib təslim olacaq. Hamamda qana bulaşmış yerləri yuyub. Bu zaman evin qapısı döyülüb. Qapının gözlüyündən baxanda anası və bacısının gəldiyini görüb. Getmələrini bildirsə də onlar israrla qapını açmasını istəyiblər. Yeznəsi də səsini çıxararaq orada olduğunu, qapını açmayacağı təqdirdə polisə zəng edəcəklərini deyib. Qapını açaraq onlara artıq gec olduğunu və Nahidəni öldürdüyünü bildirib. Biz qapının döyəndə birinci kim gəlir? Bura içəri kim girir? Yəni içəri. Sən onu kəsmişsən, eləmişsən, obursun, başlamışsan doğramağa. Qapını öldü, anam, bacım, yeznəm, bacım, anam, uşaq. Qapılar, yəni, açmadım, mən qapını açmıram, dilə polis çağıracaq. Dedim, gedin, uşağı, yəni, bacım geçsin, yeznəm, dedim, gəl. Dedim, gedin də, gedin, yeznəm götdü yığdı polisə, bacım yığdı, yəni anam girdiler polisə, mən dedim, girməyin də, özüm gedirəm. Ehtiyac yoxdur, özüm gedirəm polisə.
Sən Yəni qapını, girməyə ehtiyac yoxdur. sən qapını sonra açmısan, onlar gelib Tabii ki. girmir içəri. Birinci Mən gün açmışam. anam Yox, bura girən bilmirəm kim girib. Ha, Bilmirəm. çıxanda- Mən bilmirəm Ha, kim başa girib. düşdüm. Onlar niyə görə qayıdıblar belə tez? Yəni ki, qorxublar ki, sən onu davaza salarsan buna görə. Çünki sən deyirsən, mən Təbii ki. anamı uşaqla Təbii ki. göndərmişəm. Yəni 5 ildir, yəni mən hamı bilir ki, ben bu smart izləmə nədir, nəyə görədir, mənim evimə kim gedir, mən kim müdaxilə eləyir, yəni mən bunu axtarıram. Uşağımın anasına belə şey kim öyrədir? Mən bunu bilməyə bilərəm də. Siz mənim nömrələri demişəm də, mənim də nömrəmi, uşağımın anasının da nömrəsini. Baxın kim girir, kim müdaxilə edib. Yəni bilirsiniz, niyə yönləndirilir, niyə insanları Allahlıq eləmək Bu mən söz istəyir? verirəm, mən işə də qaparacam. Sənin yoldaşından mobil telefon olub, istifadə edirdi. Mən qırmamışam ki, mən bilmirəm ki, mən qırmamışam ki, mən qırmışam. Ondan sonra bilməm, yəni, var idi, yoxdur, yəni insan yalan danışır. Yox, yox. Xəyanət edirsə, mən bunu nə bilə bilərəm, var idi, yoxdur. Yəni, dedi nömrəmi qoydu Füzulidə, anası ildə. Bu neçə müddət orada qalır Füzulidə? Bir ay var. Yox, belə bir şey də yəni olar. Bu Füzuliyə nəyə görə gedib uşaqla? Yəni ki, burada nəysə olub, yəni ki, səninlə nəysə mübahisə olub gedib. Yox, sən özünə aparmısan, yəni, bayram günləri. Atası gəlib, atası apardı. Yəni, belə bir problem olmuyor, deyil ki? Problem olub ki, göndərmişəm. Daha belə bir yəni şey olub, yanımızda tutuyordu, demişəm ki, atasını gəl çağırmışam, yəni götü gedib. Əlimdən xəbər çıxmamış. Zərərçəkmiş şəxsin hüquqi varisi Səhhəddin Həsənov ifadəsində göstərib ki, 2021-ci il dekabrın 5-də qızının qaynanası ona zəng edərək gəlib Nahidəni yaşadığı evdən aparmasını xahiş edib. Səbəbini soruşanda qadın bunu telefonla yox, sonradan üz-üzə deyəcəyini söyləyib. Həmin gün Bakıya gəlib. Evə daxil olanda Nahidənin üzündə xəsarət izləri görüb. Orxanın anası və bacısı bildiriblər ki, onların arasında tez-tez mübahisələr olur. Kürəkəni narkotik maddələrdən istifadə edir. Axırıncı dəfə Nahidənin mobil telefonunu onun başına çırpıb və baş verənlərlə bağlı qızının heç bir günahı yoxdur. Nahidəni götürüb rayona aparıb. 2022-ci il yanvarın 3-də Orxanın anası zəng edib, oğlunun ailəsi ilə barışmaqdan ötürü rayona gələcəyini deyib. Axşam kürəkəni gəlib və onlarda qalıb. Nahidəyə Orxanla getməməsini, sonradan onu özü aparacağını desə də, qızı razılaşmayaraq səhərsi gün əri ilə birlikdə Bakıya yola düşüb. Həmin gün Orxanın bacısına zəng edəndə o heç nə izah etmədən tez bir zamanda şəhərə gəlməsini deyib. Qızının yaşadığı ünvana çatanda Nahidənin qətlə yetirildiyini bilib. Başqa söz ola verəmək istəyirsən? Başqa, Başqa. niyə belə şeylər qadınlara öyrədilir? Qadın kişinin üstündə hökmranlıq eləyənməz. Qadın kişinin üstündə hökmranlıq eləysə, kişi cəhənnəmlikdir. Niyə belə şeylər küçədə qalmışlara, qadınlara sonra öyrədilir? Səbəb nədir? Aynen. Niyə küçənin evimin içində olanları bilməlidir? Niyə küçədəkilər mənim evimin içində olanları bilməlidir? Niyə kimsə mənim qeyrətimi əl uzatmalıdır? Aynen. Yəni buna görə sən bu cinayət törətdin. Təbii ki, buna görə törətdim. Başqa. Yalana görə, xəyanətə görə, xəyanət bir xəyanətə görə, Aynen. qeyrətimə yəni ləkələdiyinə görə. Əlavəm odur ki, yəni mənim telefondan bilən bilirsiniz, sizin təqdim siz apararsınız. Yəni siz məndən yaxşı bilirsiniz. Şahid Elmir Həsənov bildirib ki, qaynanası evin qapısını açarla açmaq istəsə də, qapı içərdən bağlı olub. Qapını döydükdə Orxan aqressiv şəkildə onlardan çıxıb getməklərini tələb edib. Polis çağıracaqlarını bildirdikdə Orxan qapını açıb. Mənzilə daxil olanda qohumu yarı çılpaq vəziyyətdə əllərini sağa sola yelləyərək arvadını öldürdüyünü deyib. Qaynanasının arxasınca tez eyvana gedib.
Çünki Orxanın Nahidəni eyvandan aşağıya atmasını düşünüb. Sonra hamamın qapısını açaraq taxsın içində insan qolu görüb və tez qapını bağlayıb. Yoldaşı ilə qaynanası hamama girmək istəyəndə onları içəriyə qoymayıb. Orxan polisə təslim olacağını söyləyərək paltarlarını geyinib və mənzildən çıxıb. O getdikdən sonra yoldaşı 102 xidmətinə zəng edib, həmçinin binanın komendantını çağırıb. Təxminən 10 dəqiqədən sonra polis əməkdaşları gəlib. Şahid ifadələrindən məlum olub ki, Orxan Əliyevin qardaşı 2021-ci ilin dekabr ayında onu narkoloji dispanserə aparıb və orada müayinə zamanı qanında narkotik maddələr aşkar edilib. Orxan Əliyev periodik kannabinoidlərdən istifadə edib, lakin hazırda müayinə zamanı onda narkomaniya xəstəliyinin əlamətləri aşkar edilməyib. Kompleks ambulator məhkəmə psixoloji ekspertizasının rəyinə görə Orxan Əliyev hərəkətlərini idarə etmək iqtidarında olub. Onun əməli Cinayət Məcəlləsinin 21-ci anlaqsızlıq maddəsinin təsiri altına düşməyib. Məhkəmə iclasında Orxan Əliyev xüsusilə ağır cinayət törətməkdə özünü təqsirli hesab etsə də, əməlindən peşman olmadığını bildirib. Məhkəmə hesab edib ki, Orxan Əliyevin cinayət əməli istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 120.2.4-cü xüsusi amansızlıqla qəsdən adam öldürmə və 245-ci qəbir və ya meyit üzərində təhqir edici hərəkət maddələri ilə düzgün tövsif edilib və məhkəmə araşdırması zamanı tam sübuta yetirilib. 2022-ci il iyunun 3-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Orxan Əliyev cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməklə 20 il müddətinə azadlıqdan məhrum olunub.